Planır o varapskoy sözü. Sən heç ümumiyyətcə vor sözünün mənasını bilirsən. Bilmirəm, de görək. Vor sözü başqa şeydir, oğru sözü başqa şeydir. Vor sözü o deməkdir ki, iti ağlı olan nətər bir dənə qulaq asda sən mənə niyə burada məzələnirsən ki? Mən sənə söz danışıram. Sən mənə desən ben 3 aydır söhbətin için olan. Buna illərlə araşdıran oxuyan insana sən desən ki, vor sözün mənasını bilmirsən. Sən aydınlaşdırırsan mən görmürəm sən burada normal söhbət aparasan. Ancaq varapskoya protiv gedirsən. Ekran kaydına bakarsın heç nə. Davam elə. Ay qaqaş, istəyirsən ekran kaydın burada yox, hardan istir paylaş. Buyur, davam elə. Eşidirsən məni? Yox, eşitmirəm. Bəs niyə cavab verirsən? Ben eşitirsən, bilirsən ki eşitdiyimi, bilirsən ki danışdığımızı. Niyə desən eşitsən mən? Eşitsən mən. Bu ayı jargonudur, ay eşitsən mən. O söz demə. Buyur. Nə dəxlisi var? Jargon, sən jargon çıxartmısan. Kitabda yazılan sözdür, mən sənə deyirəm onu. Kitabda yazılmasa yəqin ki demərəm də. Kitabda eşitsən məni yoxdur. Ay, nə fərq var? Eşidirsən sözü yoxdur. Çox fərq var. Eşidirsən məni başqa şeydə, eşitsən Qulağın məni yoxdur, başqa şeydə. eşitmirsən. Qulağın yoxdur, eşitmirsən. Söyle, danış, buyur. Hə, qulaq as mənə. Sözüm də yadımdan çıxdı. Hə. Obşim, sən bu varapskoya niyə belə zidsən? Onun mənə bir dənə aydınlığını 25-ci dəqiqə keçək. Bu yolda bir dənə mənə yaxşı bir şey göstər. 25-ci dəqiqə keçək. İstəyirsən səndən səhərə kimi oturum söhbət eləyim. Eşidirsən mən? Deyirəm ki, varapskoya... Yaxşı, varapskoya zidd olan bir dənə pis hərəkət de mənə. 25-ci dəqiqə keçmişik. Varapskoyda yaxşı nə var idi ya? Ay, demirsən pisdir varapskoy. Pis bir dənə bir şey deyim mən. Yaxşısı yoxdur. Yaxşısı nə yoxdur, o qədər yaxşısı var. O şeydə görək. Sən ay qaqaş, sən Allaha and olsun çox belə fuflo söhbət edirsən də. Mən sənin bütün gün girib yayınlara baxıram. Yaxşı nə var denən. Ay qaqaş, mən yaxşı şeylər. Bir dənə oğlandır. Qulaq as. Bir dənə bir oğlan var. Sən oğlanı tanıyırsan. Oğlanı tanıyırsan. Deyirsən ki, bu nətər oğlandır? Sən oğlanı tanıyırsansa, deyirsən ki, məsəl üçün yaxşı oğlandır. Mən də sənə sual verirəm. Qaqa, nə yaxşılıqlarını görmüsən? Hansı yaxşılıqlar var bu oğlanın? Sən deyirsən ki, məsəl üçün x yaxşılıqları var. Anında deyirsən də, məsələn Suli bir yaxşı olansa mənim gözümdən, mən onun yaxşılıqlarını libo olanlara deyirəm, sübut eləyərəm. Yaxşı, Allah canını deyirəm ki, bu ideyada yaxşılar var, deyirsən, hə. Deyirəm, nə deyir, üstad hıqqınırsan, hədə cavab yox, deyirəm, 30 dəqiqə belə çıxmasın, qulaq as mənə. Azərbaycanda 10 milyon insan varsa, onun 7 milyonu var ha. Belə çıxmasın, varapskoya hörmət eləyirsə, sən girib burada varapskoya zid gedə bilmərsən. Yəqin ki, onlar yaxşı şeylər görürlər. Onlar da sənin kimi cahillərdir, savadsızlardır, bilmir varapskoya. Qaqaş, sən mənə cahil deyənməzsən, qulaq as mənə. Cahil səndən 35 dəqiqədir. Mənə Allah yaradı. Yaxşı nə var ki, gənclərimiz ona görə geçsin ondan. Varapskoyda yaxşı şeylərdən birini deyimsə. Hə, varapskoyda olsun. Deyimsə, sənin kimi belə girib varapskoya var ha, irad bildirənləri var ya. Aparırlar nətər lazımdır, başa salırlar. Başa düşdün nətər? Niyə o? Yaxşı şeydən bax biri. Sənin kimi protiv gedənlərə cəmaata çıxardıb burada şuuru, dərrakəsi zəif olan insanları çıxardırsan bura, onları belə pismasın. Sən şuuru olansın, sən özündən xəbərin var ümumiyyətlə. Ay şükür Allaha, mənim şuuruma sənin belə pismasın, pirtenziyan ola bilməz. Pirtenziyan var, vallah var. Ekran ola bilməz, aydınlıq ver görüm. 45-ci dəqiqədə varapskoyda düz dedim var. Düzlər nələrdir? Düzü bilənlər bilir qaqaş, mən sənə burada aydın. Sən deyən biz də bilək də, məsəl üçün biz də bilmək istəyirik. Sən özün yaxşı bilirsən varapskoyda nə var. Mən görməmişəm varapskoy yaxşı. Ona dedim ki, hörmət eləmirəm bunu. Yaxşı bilmirsən, niyə girib cəmaatın həyatın kitabını oxuyursan? Bax, şəxsiyyət başqadır, ideya başqadır. Hələ cavab başqadır. Şəxsiyyət aparıb da varapskoy belə pismasın. Varapskoy yumurtadır özündən çıxsın. Şəxsi keyfiyyətləri başqadır, kriminal keyfiyyətlər başqadır. Demədim sən kriminalda söhbət geçsin. Elə oğlan var ki, varapskoyda elə bir hərəkət, qulaq as mənə. Elə oğlan var ki, varapskoyda elə hərəkət eləyir ki, qulaq as da. Varapskoyda yaxşı nələr var? Varapskoy, ay bля. Tam belə. Qaqaş. Nə var nəsə? Allaha and olsun, sən çox belə nətən deyimi, belə fuflo söhbət aparsan, Quran and olsun. Bir insan çıxır bir şeyi müdafiə eləyir və ona sual verirlər ki, ay qaqaş, qulaq as mənə. Bu şeydə yaxşı nə var? 50 dəqiqədə bu insan bir dənə yaxşı çıxarıb ortaya qoya bilmir ya. Gör nə dəhşətli ideyadır ya. Din bir ideyadır. Bax, din bir ideyadır. Dini müdafiə edənlərə mən desəm ki, məsəl üçün, ya mən dini müdafiə edirəm. Deyəm ki, bu dində yaxşı şeylər var. Kimsə çıxdıysa ki, dində nələr var? Məsəl üçün, Quran kitabını göstərərəm ki, və yaxud da ki, Peyğəmbərin həyatından misal gətirərəm ki, bax, deyir burada, məsəl üçün, yetimə əl tut, nə biləm, filan şey deyirlər. Amma bunu din olmayan insanlar da eləyə bilər. Yəni, mən misallar gətirirəm, mən bunu ideyalar gətirirəm, düşüncə gətirirəm və yaxud da ki, bu pultu kim yaradıb? Amma bunu, məsəl üçün, Allahın yaratdığını Quran kitabı ilə izah verə bilərəm də. Yəni, bunu mən necə yaranır, necə, nə bilim, tərkibiyyatı nədir? Bunu mən Quranda yazılıb, bunu izah verə bilirim. Bunu mənə izahım var. Və bu, Qurandan əvvəl başqa belə bir ideyanı heç kim yaza bilməyib, ancaq Qurandan gəlir. Məsəl üçün deyirəm də. Gözəl açıqlama verə bildim. Çünki var burada.
Quranda var, dini ideyada var belə bir şeylər. Varabskoy ideyada da yaxşılıqlar varsa, yaxşı keyfiyyətlər varsa, Varabskoya aid. Bunu sən denən, qaqa, bir-birə millətin içində deyim ki, həqiqətən belə bir şeylər var imiş, biz bilməmişik. Da nə var ki burada? Mən sənə pis nəsə soruşuram. Sən dedin, mən bunu bilən insanam, anlayışım olan insanam. Anlayışım olan insan 50 dəqiqədə burada Varabskoyun bir dənə yaxşısını deyə bilmədi. Qaqa, eşidirsən məni? Eşidirsən məni? Mənə qulaq as. Burada bir iki insan kimi özümüz bir-birimizin dilinə söhbət edirsən. Niyə əsəbləşirsən ki? Niyə hövsələdən çıxırsan? Söhbət edirik. 60-cı dəqiqə keçdik. Bir-birimizi təhqir eləmirik. Varabskoyda mənə yaxşı şeydə, yaxşı yollar göstərir. Burada qaldırdığın insanlar hamısını mən görmüşəm ki, sən vermisən Varabskoyda bir dənə yaxşı şeydir. Varabskoy pis şey olsa yəqin ki 7-8 milyon insan Varabskoya dəstək olmaz da. Sən burada nə 2 milyon Varabskoya dəstək olmurlar. Dəstəyə Arkadaş, mən belə çıxmasın beyni yulmuş insanlardır. Soli, sənin kimi beyni yulmuş uşaqlardır, gənclərdir. Bax, sənin kimi beyni yulmuş gənclərdir. Bunlar girirlər YouTube'da, TikTok'da və hətta ki başqa sosial şəbəkələrdə, nə meyxanalarda, bu Varabskoya olan nə bilim adamları, insanların şəkillərini, videolarını paylaşırlar və onların adından nağıllar uydururlar. Bunun da uşaqlardır da, bunların ideyası yoxdur, dərs oxumurlar, dünya nədir bilmirlər, heç nədən xəbərləri yoxdur. Bir həyəcan yaşayırlar ki, kaş mən də belə bir olam, mən də belə bir şey, hörmət eləsinlər. Bilmirlər ki, bu hörmət qorxaqlıqdan yaranan hörmətdir, sevgidən yox. Sevgidən yaransaydı, sən onların həyatını bilərdin, sən onların həyatının kim olduğunu bilərdin. Və onun, bu dəqiqə burada mən xırdalayardım, ne bilir. Bax, bu ideya var, bu ideya burada yarandı. Onun şəxsi həyatı, sakitliyə danışma, küçüdə aşağı. Onun şəxsi həyatı burada olub. Sana efir vermişəm, Üstad, hıqqınmısan, burada başqa işin deməmsən. Ancaq eyni sözlər demişəm. Özün baxarsın, elə bilmirsən nə var, nə atmosferi bilmirsən. Danışlar ki, qaqa, həyat, böyle bir həyatlar olub bunlar falan bir şeydir, bu ideyadan belə bir şeyler olur. Bunu belə izah edirlər. Yoxsa çıxıb burada səy-səy hıqqınmaq lazım deyil ki, sən hıqqındın burada. Mən sənə 10 dənə sual vermişəm, 20 dənə sual vermişəm. Hə, ona qayda. Sənin kimi gənclərin beyni yuyulub. Niyə? Bunlar it kimi qorxurlar o aləmin adamlardan, it kimi. Necə ki, sən mənə bayaq dedin, Varabskoyun bir dənə keyfiyyəti yaxşıdır ki, sən kimi danışımları aparıb nə şeylərlər, cəmiyyəni nəsə eləyirlər. Bax, sən desəydin, sən deməliydin ki, Varabskoy ona görə yaxşıdır ki, gedirlər haqsızdan alan insanlara qarşı mübarizə aparırlar. Nə bilim, yetim yüzünü tutaq ki də, məsəl üçün, əzənlərə qarşı mübarizə aparırlar və bunu sübuta alır, söz yox. Mən söz lazım deyil, mən sözə inanmıram. Sana söz vermişəm, danışmamısan da, özün baxarsan nə danışmısan burada. Sən belə misallar getirməlisən, nə bilim, rüşvətxor məmurlara qarşı mübarizə aparır bu olanlar. Sən bunun bir misal getirməlisən. Sənin getdiyin misala bax, müsbət misala bax. Sənin kimi danışanlar yapaq sındırırlar. Deməli, bunların fəaliyyəti bundan ibarətdir. Yəni, mənim kimi danışanları sındırırlar. Bu haqsızlıqdır, haqsızlıqlar deyirsiniz bəzən. Bu haqsızlığa niyə göz yumurlar? Bu məmur rüşvətxorluğuna niyə göz yumurlar? Bu yetimliyəsilə əzənlərə sındırılığına niyə göz yumurlar? Bəs yaxşı olanı harada qaldır? Bunların yaxşı olanı nə oldu sənin sözünlə? Yaxşı ideyaydı bu. Bax, sən görsən beynini necə sirayət edir. Bu, çünki qorxursan, sənin beynində qorxular var. Sən bu yola hörmət eləmirsən, sən bu yola sevmirsən, sən bu yola hörmət edirsən, o da qorxudan hörmət edirsən. İlk kimi əsilsiniz. Və sənin kimi nə qədər var, hamısı sənin kimi marvat kimi qorxurlar. Bunlar kişilikdən danışırlar, kişilikdən danışırlar. Kişi olan bir kəs, qardaş, mən açıq şəkildə dedim ki, mən Varabskoya hörmət eləmirəm. Niyə? Çünki bu yolda getsənsə, mümkün deyil sən həyatın yaxşı keçsin. Sənin evin içi gülsün, anan qıxdan gülsün, bacın gülsün, qardaşın gülsün. Axşama da sənin fikrini çəkəcəklər, sənin türməyə veş daşıyacaqlar. O türməyə qeyrət namus söküşənlər demirəm, o başqa şey. O hamız aidət. Onlara pis gözdən baxan özü pisdir. Ondan söhbət getmir. Yoxsa ən Varabskoya mən qavandan yeyən deyiləm, kim gəldi, qoyacam, soğacam, getdim içəri, mən o yolun uvacət edirlər, o hörmət edirlər. Biz bunlardan danışırıq. Mən deyirəm, bax, sənin kimi gənclər deyəsinə hörmət edir. Sənin kimi gənclər də ona hörmət edirəm. Burası işləyən, burasının bir bazı işləyən, bilir ki, bu aləm yaxşı aləm deyil. Yaxşı aləm ona görə deyil ki, sən bu yolla getsən, batassan. Haradasa ya vurulassan, ya səni vuracaqlar, ya türmələrdə çürüyəsən, ya da qorxa-qorxa bir iki il yaşayassan. Bunun başqa bir yolu yoxdur. Mənə bir dənə tərcümeyi hal göstər ki, bu yolla gedənlərin. Bunlar cinayət işi olmasın, türmə həyatı olmasın, bunlar həyatı yaxşı keçsin. Heç kim istəməz ki, öz yaxını, öz balası, öz ətrafı gedib orada çürüsün, bu ideya ilə geçsin. Hamı istəyir ki, bunlar iş ideyasından geçsin, sənət ideyasından geçsin. Bax, sənə efir verdim millətin içində, cəmaatın içində. Sana söz verdim, sənin sözün mənə 3-4 dənə cümlə oldu. Sən dedin, səni bu ideya ona görə yaxşıdır ki, yaxşılıqlar edirlər. Dedim, yaxşılığın münafiyyəti yoxdur, yaxşılığı belə edirlər. Dedim, bunun ən böyük yaxşılığı ondan ibarətdir ki, səni kimlər danışını aparıb sındırırlar.
Bu da özüm sübut elədin bu aləmin nə olduğunu. Всё. Sən bura qaldırırsan, bir cici söhbət elədin. Mən dedim qəşəng söhbət eləyirsən, amma olmadı. Heç vaxt olmayacaq, səni qıramıram. Ekran kaydını paylaşacağım, yəqin bilmirsən nə var, nə yox, baxarsan. Mən həmişə də istəyirəm, həmişə də istəmişəm. Ümumiyyətlə mənim fikrimə qarşı çıxmaq üçün sən millətə qarşı olmalısan. Yəni sənin qanında qeyri-erməni qanı qaxa. Erməni deyər ki, nə, qoy bu düşüncə yayılsın Azərbaycanda. Qoy hamı elə bir-birinə qoysun, soxsun, kriminallaşsın, kriminal aləm olsun da ancaq. İstənilən bir yerdə cinayət də var, dövlətdə, millətdə, hər yerdə var. Bu başqa şeydir. Amma baxar cinayət nə cinayətidir. Ancaq erməni qanı axan olan insanlar bizə qarşı çıxa bilər ki, biz nə deyirik? Biz deyirik ki, bizim yeni yetmələrimiz və gənclərimiz cibində bıçaq hərləməsin, cibində qələm hərləsin, kitab hərləsin, nə bilim, pul hərləsin. İşləyib qazandığı pulu hərləsin. Bıçağı niyə hərləyir ki? Sən evə bıçaqla girməli deyilsən, sən evə pulla girməlisən. Əli dolu girməlisən. Bizim ideyamız budur. Biz ona görə danışırıq. Mən ona görə danışmışam. Mən demirəm o yolda gedən pis oğlandı. Biz heç böyle söhbət eləməmişik. O yolda gedənlərə şəxsiyyətinə hörmətimiz var. Qardaş, Allah hamısına rəhmət eləsin. Heç vaxt pis danışmamışıq onlarla da. İdeyadan pis danışırıq ki, hansı ki bu ideya onların özünü apardı. Onların özünü məhv elədi, oğlanları. Məsələ budur. Getməyin, o yola hörmət eləməyin, qorxmayın. Sual verin bir o yola.